ای علی güzel Fatıma gülü Hazreti Bibi Ya Rahim Can. Elhamdülillahi Rabbil alemin el-Rabbisîn el-Rabbil ecmaîn. Sallallahu ala seyyidina ve nebiyyina ve habibi kulubina ve şefi'i kulubina Ebel Qasimi Muhammed. İmaməti ayrı-ayrı istiqamətlərdə gizlətmək istədilər
imamətə ləkə atmaq istədilər, imaməti adiləşdirmək istədilər və bu günləri biz bunun acısını çəkirik. Bu günləri dünya bunun acısını çəkir. Bu günləri müsəlmanların arasında baş vermiş ixtilaf, müsəlmanların arasında baş vermiş qətl-qarət və Səudiyyə Ərəbistanı kimi vəhhabi bir rejim, yəni masonizmə xidmət edən bir rejim, işini maliyyələşdirən bir rejim, Əl-Qaidəni maliyyələşdirən bir rejim, Talibanı maliyyələşdirən bir rejim və məxsusən Şiəyan Əli ibn Əbi Talibin qanını tökməkliyə, maliyyə istehsal edən, bütün xarici misyonerlər tərəfindən dəstəklənən və İslamiyyətin kökünü qazımaqlıqdan ötəri əlindən gələni əsirgəməyən bir rejim, amma adı müsəlmanlı Xadimul Hərəmeyn ki, müqəddəs hərəmin xidmətçisi adı ilə müsəlmanların qanını tökür. Müsəlmanlar çünki zamanə imamını tanımırlar. Müsəlmanlar dünyada bilmirlər, əksərən müsəlmanlar heç bilmir nə üçün namaz qılır. Əksərən müsəlmanlar heç bilmir nə üçün oruç tutur. Əksərən müsəlmanlar öz boyunda olan ən yüngül, ən ağır vəzifəni bilmir və bilməyi də istəmir. Əsas yəni imaməti tanımaqlıqdan ötəri 3 əsas nöqtə vardır ki, bunlardan birincisi nəslidir. Nəsl nə deməkdir? Yəni imamı Allah seçirdi. Hər o kəs ki, imamı qəbul edəmir, Allahı qəbul edir. Baxma onun la ilahə illallah deməklə. Baxma onun Muhammedən Resulullah deməklə. La ilahə illallah deyir ki, la ilahə illallah deyənlərin kökün qazısın. Əsli şeytan budur. Əsli şeytan bilərəkdən imaməti inkar edəndir. Əsli şeytan bilərəkdən imaməti rədd edəndir. Necə Allah təbarəkə və təala imam təyin edirdi, sən onu qəbul eləmirsən. Amma bu günləri Afrika devlətləri, yəni müsəlman devlətləri, bir çox Asiya müsəlman devlətləri bu cürdür. İmaməti nəssi kimi qəbul eləmirlər. Və qəbul etməyəndə də xarici misyonerlərin əlində adət olur. İmam o kəsdir ki, Həzrət Peyğəmbəri Xuda sallallahu aleyhi və aleyh onu qədirində təyin eləmişdir. İmam o kəsdir ki, Allah Teala onun haqqında Qur'an-ı Kərimdə buyurmuşdu: Ya əyyuhər Rəsul, bəlliğ ma unzilə iləykə min Rabbik və illəm təfəl fəma bəlləqə risalətəh. Vallahu yəsimukə minən-nas. Ey o kəs ki, onun adı Peyğəmbərdir, Allahın sənə nazil elədiyi əmri insanlara çatdırgına. Ya Peyğəmbər, əgər çatdırmasan, sən 2-3 illik Peyğəmbərliyində üstündən xət çəkilir. Sanki sən heç Peyğəmbərliyi eləməmsən. Və Allah səni insanların şərrindən qoruyar. Birdən sən insanlardan qorxarsan, imamətin həqqini deməzsən, Allah səni insanların şərrindən qoruyar. Və odur ki, Peyğəmbər əleyhissalatu vəssalam Əli ibn Əbi Talib üçün buyurdu: Əliyyun haqqu və haqqun mə'əl Əli, yədurul haqqu heysuma dağəl Əli. Əli haqqınandır, haqq da Əli iləndir. Haqqın haqq olmaqlıqda Əliyə ehtiyac var. Əli ha tərəfə dönülsə, haqq o tərəfə dönür. Yəni, haqqı Əli ilə tanıyır. Bir məsələnin haqq olub olmamağını bilmək istəyirsinizsə, onu Əli ilə tanıyır. Baxın, görün, o haqqın yanında Əli var, o haqqı tanıyır, onu haqq tanıyır. Əgər o haqqın yanında Əli yoxdursa, o Muaviyyənin tərif elədiyi haqqdır. O Yəzidin tərif elədiyi haqqdır. O Şimrin tərif elədiyi haqqdır. Və bugünkü müasir devlətlərlə misal bulsa, o Amerikanın təqdim elədiyi haqqdır. İsrailin təqdim elədiyi dindir, İslamdır, haqq ədalətdir. Orada vilayət Əli ibn Əbi Talibin haqqı yoxdur. Məhrum əliylə. Məhrum əliyəndə müsəlmanın əli ilə qırdırız elə. Türkiyənin əli ilə, Saudiyyənin əli ilə, Qatarın əli ilə, görürsünüz ki, nə qədər? Yəni, bir xalq qiyam əliyibdir. 28 milyonluq xalq qiyam əliyibdir, öz müqəddəratını həll edir, Saudiyyə Ərəbistanı oranı bombalayır.
söhbətində bu cür söhbət edəyərlər də. Cümə bu deməkdir də. Cümə Allah Teala buyurur: "Ya eyyuhellezine amenu izâ nudiye lis-salati fi yevmil cum'a fas'au ila zikrillahi ve zarul bey'." Ay müminlər, cümə günü azan eşitdiniz, əlimizdəki alışveriş də vardı ya, onu qoyun yerə gedin cümə söhbətinə, Allahı zikr eləməyə. Məgər bu günləri şiənin başına bomba dökürlər. Öyle bizim Qarabağ'ı işgal edilirlər. 3 tane de Siyonizm, Masonizm, Hristiyan devletleri Qarabağ devletinde münsiflik edir. Cemaatın balası gelir orada tələf olur. Bu haksızlık değil, buna heç kes sesini kaldırmasın. Buna heç kes bir fikir demesin. Hele düşün ki, Adestamazı Meralcı'na, Tağlete Alalcı'na sen demende diye ki, əladı bu vəhdət değil. Bu yalandır, bu kör-köralilidir. Vəhdət odur ki, İmam-ı Zamanın vilayetin cemaatı təlqin edəyəsən. İmam-ı Zamanın vilayetin ki, ahirət zamanda o vilayet ki, İmam-ı Zamanın əliyle təsbit olunacaq, o vilayet ki, İmam-ı Zamanın mübarək zuhuruyla e'lam olacaq dünyaya. Allah Teala buyurur: "Liyuzhirahu ala dini kullih velev kerihel kafirun." Allah Teala dinini onun əliyle izhar edəcək, aşkar edəcək. Məgər bu iş kafirlərin xoşuna gəlməsə də belə. Bəli, bu günləri kafirlərin xoşuna gəlmir. İmamət tanıyan məktəb, yəni Şiəyan Əli ibn Əbi Talib kafirlərin xoşuna gəlmir. Əvvəlcə vilayət sevərləri, Əli sevərləri Şiəyan Əli ibn Əbi Talibi Əfqanistanda Talibanın əliyle rədd eləmək istədilər. Bacarmadılar. Sonra Taliban, çünki Taliban üzrüstən uduz itdir. Uduz it üçün fərqi yoxdur. Yəsi olsun, onu bəsləyən olsun, ya onu çinləndirən olsun. İkisini də qalacaq. Elə ki Taliban öz ərbabını qapdı, onu bəsləyəni qapdı, yəni Amerikanı, Qərbi, Avropanı qapdı, dedilər ki, Taliban terrorçudur ki, bəs Taliban Əfqanistanda 2 milyon şiəni öldürəndə, qətl edəndə terrorist olmurdu. 2 milyon nəfər şiə. Qanun döktü, analarını öldürdü, özləri kəsdi doğradı. Həmçinin də İraqda silah-sursat var deyə adı altında İraqı alt-üst elədilər, İraqda indiyələdər 3 milyondan çox adamı qırdılar və Səddam rejimi 30 ilə yaxın Şiəyan Əli ibn Əbi Talibi, Ayətullahın Üzma həkimiləri, Ayətullahın Üzma sədriləri, Ayətullahın Üzma qələbi İsfahaniləri və böyük şəxsiyyətləri, böyük dahi, yəni 100 illərin içərisində bir dənə nümunə onlardan ya yetişərdi, ya yetişməzdi. Səddamlardan 17 nəfər qətl edildi. Məzəmmətində. Bu bir insan deyildi. Bunu öldürəndə Səddam terrorist deyildi, təhlükəli deyildi. İran İslam Respublikası ilə 9 il müharibə apardı, 10 ilə yaxın müharibə apardı, qətl elədi, qarət elədi, şəhərləri xaraba qoydu. Onda quduz it deyildi, terrorist deyildi. Deməli, burada bir dənə hədəf var. Heç kəs, yəni, bu həqiqətdən can qaça bilməz. Bu həqiqətdən yalnız və yalnız can qaça bilər, özlükolluğa və karlığa oyanlar. Kulağımız da eşidir, gözümüz də görür. Ya gözlər görmək istəmir, bilə-bilə gözlər yumulur və həqiqəti görmək istəmir, ya qulaqlara Abu Sufyanın vaxtındakı kimi pambıq tıxanır. Bilirsiniz də, Abu Sufyan Məkkədə əmr eləmişdi ki, Muhammed fəsahətli və bəlağətli çıxış edir. Ona görə də Kəbə həyətinə ziyarətə gələnlərin qulaqlarına pambıq tıxansın ki, Muhammedin sözlərini eşitməsinlər, yoxsa hidayət olurlar. Bu günlərdə qulaqlara pambıq tıxanır, gözlər kör olunur. Neynə ləhvülə verilişlərlə, şov verilişləri ilə, gic-gic əyləncələrlə. Ailəsi dəfələrlə qadılmış və əxlaqsızlıqda ad çıxarmış şəxsiyyətləri televizora çıxardıb əxlaqdan danışdırmaqlıqla, ailə təməlini möhkəmlətməklə danışdırmaqlıqla və insanlar da aluda olurlar. İnsanlar aluda olurlar. Saat 4-5 oldu, bir də adam tanımazsan küsürlər. Hamsoklar evdə deyər filan verilişir. Aluda olarsan torpağın işğal olurlar. Aluda olarsan dinimi əlindən alarlar. Aluda olarsan axıb daşın
evə gələrsən, bəlkə də deyərsən ki, bu giz-giz danışır. Bu nə söhbətdə danışır? Sənin Yəməndə də, sənin Amerikada da işin var. Sənin İsraildə də işin var. Odur namazı qılır, oruç tutur da. O namaz, oruç Muaviyyənin təlqin elədiyi namaz oruçdur. O paçlıqla, o tahavətlə ki, bugün dünya razılaşır, Vaşinqtonda, Alevdə proqramlaşmış İslamiyyətdir. O Muhammed və Ali Muhammedin İslamiyyəti deyil. Bəli, Muhammed və Ali Muhammedin İslamiyyəti bu günləri İran İslam Respublikasında, bu günləri İran mərcəklərinin əlində və Yəməndə Şiələr ki, bu günləri isyan edirlər. Tekbir! Allahu Ekber! Allahu Ekber! Allahu Ekber! Yəməndə Şiələr bu günləri isyan edirlər. Niyə Yəməni yəni bəyənməsin? Niyə Yəməndə təkvil qarət eləsin? Müsəlmanlara ağır təhqirdir bu. Açıq-aşkar müsəlmanların gözü qarşısında etirlərdə açıq-aşkar deyir ki, yaxşı edib bu işi görürlər. Yəmən xalqının ixtiyarı yoxdur ki, öz müqəddəratını həll eləsin. Onlar teröristlər. Ne üçün? Çünki küfrün, batilin maraqlarına ziddir. Və bu günləri elan edir ki, işi dünənə qədər işitlə mübarizə aparırdı. Adı o idi ki, işitlə mübarizə aparır. Amma bu günləri elan edir ki, işit, yəni Vahabi, qantökən, uşaq başı kəsən, baxsaları partladan, doğum evlərini xaraba qoyan bir qorxulu terrorçu təşkilat, deyir, Şiədən yaxşıdır, Şiə ondan da təhlükəlidir. Nədir Şiənin təhlükəsi? Gəlin araşdıralım. Nədir Şiənin təhlükəsi? Şiə deyir ki, izzətli olma. Şiə deyir ki, yalan olma. Şiə deyir ki, məhdab olma. Şiə deyir ki, dinini dünyada satma. Şiə deyir ki, gəzil və gəzil sifətlərin qabağında əyilmə. Şiə deyir ki, xəyanət eləmə. Şiə deyir, münafiq olma. Şiə bunu deyir. Və Şiə münafiq olmamaqdan ötəri, yaltaq olmamaqdan ötəri, məhdab olmamaqdan ötəri, gəzil və gəzil sifətləri beylət etməməklikdən ötəri, İmam Hüseyin onun Kərbəla yolunu özdən nümunə edir. Ne üçün? Çünki Allah Qur'anda buyurur ki, وَلَكُمْ فِي رَسُولِ اللّٰهِ عُسْوَةٌ حَسَنَةٌ Sizin üçün ən gözəl öndə, nümunə Peyğəmbər və Ali Peyğəmbər. Yəni, bu Peyğəmbər Aleyhisselam və Mütəhhirətun Təhhira ayəsi Peyğəmbər əhli üçün gəlir. Yəni, ən gözəl nümunə Peyğəmbər və əhli. Şiə də baxın, o yerdə ki, susmaq lazımdır, Şiə gedir Əli ibn Əbi Talib kimi 25 il evdə xanə nişindir. O yerdə ki, barışmaq lazımdır, Şiə gedir İmam Həsən-i Müstəba kimi barışır. Yəni, hətta bunu içində razı olmasa da, amma insanların zehniyyəti, insanların coğraşan zehniyyəti ki, imamı məcbur edir barışına, Şiə gedir barışır. O yerdə ki, şəhadət lazımdır, Şiə gedir İmam Hüseyin ağa kimi şəhid olur. Yəni, o yolu, o hədəfi tutur. O yerdə ki, intizar çəkmək lazımdır, İmam-ı Zamanı səsidir. Şiə budur. Bu da bütün qərb dövlətləri üçün qorxuludur və onların nökərləri üçün qorxuludur. Çünki bilir ki, heç vaxt bunu ələ ala bilməyəcək. Səudiyyə Ərəbistanın nökər kimi əlində oynadacaq. Türkiyənin nökər kimi əlində oynadacaq. Başqa-başqa Qətərin nökər, Qətər nədir? Qətərin Xarici İşlər Nazirliyi deyir ki, İraqdan, İraq hökumətindən xahiş edir ki, siz Tikritdə və Mosulda ki, işin teröristlərini ki, mühasirəyə almışsınız, xahiş edirik sizdən, onları mühasirədən azad ediyor. Buyurun, dağılışın öz evlərinə geçsinlər. Əvəzində biz İraqda bütün viran olmuş evləri, küçələri, parkları təqdir edirik. Yəni, öz qurumuzda. Aya, və sən dedim ki, ya, mən teröristlərlə mənim heç əlaqəm yox idi. Yəni, bu günlər bu hadisi orada gedir. Bu günlər o hadisənin bir parçası Qarabağda gedir. İnsanlar öz torpaqlarını əkimçisini eləyə bilmirlər. İnsanlar öz ata-babalarının qəbrin ziyarətinə gedə bilmirlər. Bunlar ömürlük iş verirlər onlara, öz torpaqlarına. Sabahlarından mümkündür ki, bütün dünyada geçsin. Və bu bütün dünyadakı bu fəsadın qarşısını bir dənə Şiəyan Əli ibn Əbi Talib olur. Agah Şiə. Və İslam düşmənləri nə edirlər? Diqqətlə qulaq asın, ha? İslam düşmənləri nə edirlər? Şiəni də uğurluyurlar. Agah olmasan bu dünyada, agah olmasan, ne namazıma bir köp
şeylərini orucma nə hesab? Agah olmaq lazım. Agahda da heç kəsin özünü tapmaqla, boğmaqla, tərif eləməklə ilə deyil. Agah sənin dünyada yaşayışıdır, tutduğun hədəf. Özün necə aparırsan, sənin agahın o miqdarda. Nə edirlər? Başlayırlar şiələri oğurlamağa. Hətta şiə ruhanilərini oğurlamağa. Bəziləri iqtidara gələk xidmət edəsin, bəziləri müxalifətə xidmət edəsin. Amma bu adam başa düşmür ki, ikisi də qəlbə xidmət edir. İkisi də qəlbə xidmət edir. İkisi də missionerlərə, işğalçılara xidmət edir. Bunu başa düşür. Bir an müxalifət edən mən şiə mavlasıyım. Gedib müxalifətə boşlaram, müxalifət gələr hakimiyyətə, mənə də yer verər. Mən də işimi görərəm, amma bu incə, zərif nöqtəni ya başa düşmür, ya başa düşmək istəmir ki, səndən müxalifət güc kimi istifadə edir. Və hamısı proqramlaşmış şəkildədir. Və bunlarla şiənin arasında ixtilaf yaratmaqlıqdan ötürü ən böyük və ən əlverişli, ən ürək-yatımlı və zahirən də ən çox təsirli bir variant, fürsətdir. Bunu da eləyirlər, təəssüflər olsun ki, bəziləri də buna gedir. Bəziləri qəbul eləyə bilmir ki, mən cahiləm, mən aldanmışam, qəbul eləyə bilmir. Nə üçün? Çünki içindəki təkəbbürlük vardır, həsəd vardır, buxul vardır. Amma Şiə-yəni Əli ibn Əbi Talib o kəsdir ki, Allah-u onların haqqında Qur'an-ı Kərimdə buyurur ki, Ulaikə əshabul cənnət, hum fiyhə xalidun, rasiyallahu anhum, və rasu anhum. Ulaikə hum xeyrul bəliyyə, onlar əbədi cənnət əhlidirlər. Həzrət Məhəmməddən soruşurlar ki, bu ayələr kimin üçün gəlirdi? Kimdir əbədi cənnət əhli? Kimdir o tayfə ki, Allah onlardan razı qalıbdır, çünki onlar da Allahdan razıdır? Kimdir ümmətin içərisində o kəslər ki, xeyrul bəliyyədir, seçilmiş kimsələrdir? Həzrət Rəsulullah sallallahu aleyhi və aleyhi əlin qoyur Əli ibn Əbi Talibin çiyninə deyir ki, Hava Əliyyum və şiətun. O Əlidir və onun şiələri onun davamçılarıdır. Əlinin şiəsi məhdab olmaz ki, Əlinin şiəsi yalab olmaz ki, Əlinin şiəsini dərdini aldatmazlar ki, adam bir dəfə aldanar, iki dəfə aldanar. Ömrü boyu 60 il adam aldanmaz ki. Əlinin şiəsində bu xüsusiyyət olmur, Əlinin şiəsi möhkəm olar. Əlinin şiəsində iqtidarın olmaz, nə müxalifətin, Allahın adamı, Allahın adamı. Ya kimin adamısan, ya da Allahın adamı. Mən heç kəsin adamı deyil. Mən nə İranın adamı deyiləm, nə Turanın adamı deyiləm. Mən Allahın adamıyım. Bu əlinin şiəsi bu cür olmalıdır. Və bunu qoruyub saxlamalıdır. Və cümə söhbətlərində bu söhbətlər daha çox önəm kəsb eləməlidir. Daha çox gündəmdə olmalıdır. Yoxsa gəlginə, oturginə, gəlin nəylə, nəyə zülm elədir? Nə üçün zülm elədir? Allah qiyamətin günündə belədir. Nə gəlin, nə qaynanır? Nə qonşu, nə o bursi, nə bu bursi. Dünyada müsəlmanları tut kimi qırılır. Dünyada şiələri aradan aparmaq istəyirlər. Sən harada qalmışsın? Ələ rəhmətullah ələ qulna salimin və seyələmun əlləzinə əyyumun qəliqun yənqəliqun. Allah'a amr edilək öz izzəti cəlalına. Allah Teala bizi şiəyan Əli ibn Əbi Talibdən qərar versin. Allah bu ahirət zamanda bizi həqiqi mənada imaməti tanıyanlardan qərar versin. Əvvəlcə bizləri zalimların şərrindən, zülmündən, fitnəsindən, fəsadından amanda saxlasın. Əvvəlcə o qəlb devlətləri ki, Şiəyan Əli ibn Əbi Talibə düşmən kəsilirlər. Onların muzdurları dünyada qıl bırakırlar, canlı qüvvət, texnika, silah, susa ki, şiənin əleyhinə istifadə olunsun. Allah öz Allahlıdır, öz abısı, öz həyası və Allah ki, Əli ibn Əbi Talibə ki, sirr-i xudada bir eşqi vardı, bir məhəbbəti vardı, o sirr-i xudanın ehtiramı xatirinə Allah təbarəkə və təala o qərb devlətləri müsnəhid nabud edəsin. Və Allah onların muzdurlarında bir-birinin canına ədavətli sarsın. Əvvəlkar aləm ənsarullah yerin göyün bəlasından, xətasından hifz eləsin.
sonra İmam-ı Zamanı bizdən razı və xoşnud eləsin inşallah. Əllənigar aləm bizi onun zuhurunda həqiqi müntəsirlərdən, həqiqi xidmətçilərdən qərar versin inşallah. İnşallah